HTML öyrənənlərin çoxu bir şey ya bilmir, ya da səhv istifadə edir. Məhz bu yorum sətridir. Bu videoda HTML-də komment nədir, necə yazırıq, harda istifadə edirik, qısa və real nümunələrlə bunları göstərəcəm. İlk öncə komment brauzerdə görünməyən, amma kodu oxuyan üçün yazılan izah sətridir. Necə yazılır? Baxın, bu komment sətridir. Məsələn, mən bunun içində HTML başlıq yazıram. Bu komment sətridir. Komment bu cür yazılır, bunun arasında yazılır və brauzer bunu oxumur. Nə üçün istifadə edirik? Kodu izah etmək üçün ola bilər, gələcəkdə özümüzün qeydləri üçün ola bilər, kodu deaktiv etmək üçün ola bilər müvəqqəti şəkildə. Məsələn, bura HTML başlıq yazdıq, gələk burada da, məsələn, bu gün bir tag da görək, H1 tagi görək, bunun içində salam yazıram və gəlib bunu, baxın, salam mesajı ekrana gəldi, amma HTML başlıq komment sətri görsənmədi, çünki biz nə dedik, brauzer bunu oxumur. Brauzerdə gördüyümüz kimi kommenti görmür. Məsələn, kommentləri biz demək olar ki, taglərdən asılı deyil, yəni hər şeyini istifadə edə bilərik. Məsələn, P olsun, div olsun və s. Yəni, istənilən HTML kodunun istənilən bir hissəsində biz bunu istifadə edə bilərik. Taglərin altı, üstü, yanı, yəni heç bir fərqi yoxdur. Və tagi biz tam olaraq nə üçün istifadə edirik? Belə bir şey deyimsə, məsələn, işdə işləmişsiniz və artıq çıxırsınız oradan, yəni işinizi dəyişirsiniz. Sizdən sonra gələn insanlar sizin kodunuza baxdıqda kodu başa düşə bilməsi üçün, yəni müəyyən olaraq komment sətirləri istifadə edə bilərsiniz və ya özünüzün şəxsi bir proyekti ola bilər və ya işlədiyiniz bir proyekt ola bilər. Hansı ki, bir müddət ara verməli olursunuz proyektə və daha sonra siz proyekti açdığınızda kodlar qarmaqarışıq ola bilər. Yazdığınız hissələri unuda bilərsiniz və siz komment sətirləri yazaraq məlumat xarakterli orada məlumat verə bilərsiniz. Məsələn, hər hansı bir hissə, kod hissəsi bu işə yarayır. Yəni, rahatlığımız üçündür. Bizim üçün komment sətirlərinin rahatlığı həqiqətən çoxdur və ya digər insanlar üçün. Yəni, bu komment sətri bu qədər sadədir. Ümid edirəm ki, siz də bu izah etdiklərimi başa düşdünüz. Özünüz də bunu tətbiq edərsiniz. Növbəti videoda HTML taglərini və onların real istifadə nümunələrini görəcəyik. Yəni, başqa taglərin. Hər dəfə artıq yeni taglər görməyə başlayacağıq. Əgər bu video sənin üçün faydalı olsa, like et. Davamı üçün kanala abunə ol.